papaqlar varsa, qoysunlar qabaqlarına fikirləşsinlər. Yox, bunlar bu cür deməklə imamları itham edirlər. Əgər sahabələr ittifaq ediblərsə, cahillik üzr deyil, hətta böyük şirkdə, onda alimlər sahabələrə müxalif gediblər. Adi namaz qılmayan hökm var idi. Əgər bunlar deyirlər ki, sahabələr ittifaq ediblər, namaz qılmayan hökmdə, onda elə çıxır ki, Abu Hanifədir, Malikdir, Əhməddir, Şafiidir, rahimehullah və başqaları. Bunlar sahabələrə müxalif çıxıb. Yəni oturub biraz papaqlar varsa, qoysunlar qabaqlarına fikirləşsinlər. Yox, bunlar bu cür deməklə imamları itham edirlər. Böyük alimləri. Böyük alimlər elə çıxır ki, Quran, sünnəyə və sahabələrə qarşı çıxıblar. Hamı deyib ki, cahillik üzrdür, bunlar deyiblər cahillik üzrdür. Bu olanın savadsızlığına irəli gəlir, səfihliyindən, dəlilləri cəm etməməklərindən, Rabbani alim, sələf alimlərinə uzaq düşməklərindən və şeytani vəsvəsələrdən irəli gəlir. Vəssalam.